Dostlar, salam. Növbəti məntiq testimizi həll edək. Baxırıq ki, bizə 6 sətirdə ədədlər verilir və bu ədədlər arasında, hər sətirdəki ədədlər arasında bir qanun uyğunluq var. Biz də bu qanun uyğunluğu müəyyən edib, 36698-in qarşısında hansı variantdakı ədədin olduğunu tapmalıyıq. Bu testin izahı belədir. Burada 629 və 2 yazıb birinci sətirdə. Bu qarşıdakı 2 629-da olan dairələrin sayıdır. 6-da bir dənə dairə var, yumru. 9-da da 2 dənə, bir dənə. Yəni, bir 6-dadır, bir də 9-da. Edir 2 cəmi. 1298-də, baxırıq ki, 1-də yoxdur, 2-də yoxdur, 9-da bir dənədir, 8-də də 1, 2 dənədir. 1 və 2, 3 edir cəmi. 888-də hərəsində 2 dənədir, 8-də də, 8-də, 8-də. Deməli, cəmi 6 dənə dairə eləyir. Ona görə 6 yazılıb. 100-də baxırıq ki, 2 dənə cəmi dairə var. 1-də yoxdur, 0-dan 0-da hərəsində 1 dənə, 2. 7890-da da 7-də yoxdur, 8-də 2 dənədir, 9-da 1 dənədir, 0-da da 1 dənə dairədir. Deməli, 4 dənə dairə oldu. Deməli, biz tapdıq ki, soldakı ədədin rəqəmlərində neçə dənə dairə varsa, sağdakı ədəd həmin rəqəmə bərabərdir. 36698-ə baxaq. 3-də yoxdur. 6-da bir dənədir. 6-da bir dənədir. 9-da da bir dənədir. 8-də amma 2 dənədir dairə. 1, 2. 1, 2, 3, 4, 5 dənə. Deməli, sual işarəsinin yerinə 5 olmalıdır və 5 də D variantına uyğun gəlir. Dostlar, testlə bağlı suallarınız olarsa, yorumlarda yazın, tezliklə cavablandıracağım. Videomuzu bəyənməyi və YouTube kanalımıza abunə olmağı unutmayın. Sağ olun, yenidən görüşənədək.